Üçüncü növbətlik Xalqara Uyğur Munbiri Berlində eşildi, qadirli görünmələrimiz. Əlbəttə, dünyanın hər qaysı yerlərdə mənim şundaq fəaliyyətlər izcil şəkildə bütün gücümüz bilən xalqımız hər tərəfdən fəaliyyətlərini ötküzüb kelyaptı. Bu qatim Dünya Uyğur Qurultayı bilən Uyğur Demokratiya və İnsan Hakları Munbiri, İnsan Hakları Mərkəzi və Germaniya Federasiyası parlamentidəki Uyğur Dostluq Qrupsunun həmkarlığı planlanan 3-cü növbətlik Xalqara Uyğur Munbiri yığını 11 iyun Berlində rəsmi açıldı. Yəni 3 gün davam qıldı bu yığın. Bugün 3-cü gündə, ən axırki gündə bəlkə hazır açılıyotqan buluşum mümkün, tügən buluşum mümkün. Bu şəkildə 3 günlük bir kən köləmlik bir yığın açıldı. Yığında lagerlərinin 10-cu ili tunuşdan cavabkarlıqqa əmdə nima boludu degan baş tema asılı başlanğan birinci gündəki bu munbərgə parlament əzaları, diplomatlar, qanunshunoslar, alimlar, muxbirlar, insan hakları fəaliyyətçiləri və cəmiyyət vəkilləri olub 200-ə yaxın kişi qatnaşqan. Yığının birinci gündə rəis Turğuncan Alavudin, qurultay rəisi, sabiq rəis Tulğun İsa qatarlıq rəhbərlər ikili sözü qıldı. Bu yığın deganimdək yuqorida bugün axırki günü. Dünya Uyğur Qurultayının yığından avvalqı bayanatıga asaslanganda, bu yığın haqqındakı bayanatıga asaslanganda, bu qitimqi munbar yığını Xitoyning Uyg'urlarga qaratgan keng ko'lamlik tutqun qilish siyosatining 10 yillik munosabat bilan uyushtirilgan bo'lib, xalqaro jamiyatning bu masalaga qaratgan inkoslari va javobgarlik masalasi muzokara qilindi ekan. Ya'ni 3 kunlik yig'inga umumiy jihatdan bu yerda so'zlangan temalarga qarasak, bütün mutaxassislar bo'lsin, tashkilot rahbarlari bo'lsin, hammasi bu masalalarni ayrim so'z qilib o'ttirib qo'yayotgandi. Mushu jarayonda Xitoyning qilgan jinoyatlari, buningga bundan keyin qanday bir inkos qaytarish kerak, qilinadigan xizmatlar degandek masalalar hozirgacha bu talash-tartish qilinyapti. Bu o'ttirib qo'yilyapti. Munbarning asosiy maqsadi Xitoyning Uyg'urlarga qaratgan bostirishiga nisbatan dunyo miqyosidagi inkoslarni baholash ham javobgarlikni ilgari surish uchun amaliy yo'llarni izlashdan iborat deb bu şekilde e'lon qilingan, bayonot berilgan. Dünya Uyghur Qurultayı rəisi Turğuncan Alavudin içiliş sözüdə Uyğurlarga qarşı sodir bo'lgan jinoyatlarning xalqaro miqyosda, ya'ni xalqaro miqyosida texmo keng tunilayotganligini, biroq amaliy javobgarlikning yanada chekli ekanligini ko'rsatib o'tdi. U bu qitimqi munbarning tunishni amaliy harakatga aylantirishga qaratilganligini ta'kidladi. Yani demasam amaliyotda bizning masalamizni nurg'un davlatlar, organlar tunib yetdi, bilib yetdi, har xil bayonotlarni, dokladlarni e'lon qilyapti. Ammo amaliy buningga qarshi harakatga o'tish bosqichiga kelib vaqti o'tib ketganligini hammasi his qilib turibdik. Shuning uchun bu tashkilotlarimiz mana shunday hareketki keltirish uchun dunyodagi davlatlarni, rahbarlarni, organlarni degandek bu keng ko'lamda bu 3 kun jarayonida to'xtalib bütün o'ttirg'a qo'yib o'tildi bu masala.